Geldim gördüm ki cemaat yığılıb bura nə da dedilər. Körpə şu an gözünün qabağında elə bir işgəncə. Sumqayıt şəhərində tükürpədici cinayət hadisəsi baş verib. Hadisə Kimyaçılar qəsəbəsində hazırda qarşısında dayandığı məhz bu ünvanda qeydə alınıb. Belə ki, İlkin Atakişiyev öz həyat yoldaşı olan yeganə Atakişiyevanı qətlə yetirməkdə şübhəli bilinir. Hadisədən sonra isə özü də özünə qəsd edib və dünyasını dəyişib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qeyd edim ki, hadisə ötən gün axşam saatlarında məhz bu mənzildə qeyd alınıb. Məlumata görə 38 yaşlı İlkin Atakişiyev 10 ildən çoxdur yaşadığı Kimyaçılar qəsəbəsi Cənub küçəsindəki nömrəsiz evə gələrək həyat yoldaşı 36 yaşlı yeganə Atakişiyeva ilə mübahisə edib. İddialara görə mübahisə nəticəsində ər əvvəlcə həyat yoldaşını döyüb. O, daha sonra mətbəx bıçağı ilə arvadının başını kəsib. Həyat yoldaşını qətlə yetirən şəxs daha sonra özünün boğazını kəsərək canına qəsd edib. Məlumata görə hadisə ailənin 10 yaşlı övladının gözləri qarşısında törədilib. Çox heyifçi bir uşağı var idi eşitdiyimə görə. Adam körpə şu an gözünün qabağında elə bir işgəncə. Çətin olmuş. Bildiyim qədərini eşitdiyimə görə. İlkin çox gözəl olanda hamıya salam verir. Məsəl üçün yolla gəlir, görürsən götürür, gətirir bura. Kəs onlar biraz məndən uzaqdırlar. Elə mənim onlarla, ailələrindən atneşirəmdir. Amma gözəl insan kimi tanıyıram. Yəni tanıyırdınız belə oğlanı? Ha, belə oğlan tanıyırdım. Amma yoldaşını, atasını da tanıyırdım. Və nə üstündə törətdi deyilir? Yəni nə eşitmisiniz? Heç nə eşitməmişəm. Ancaq bugün eşitdim ki, oğlan narkoman. Qonşuların bildirdiyinə görə İlkin Atakişiyev yaşadığı evin həyətyanı sahəsində donuzçuluq təsərrüfatı ilə məşğul olurmuş. Həyat yoldaşı ilə birlikdə həmin təsərrüfatda işləməklə ailəsini dolandırırmış. Ehtimallara görə İlkin Atakişiyev hadisəni törədərkən içkili vəziyyətdə olub. Tanıyırdım, neç tanımıram. Münasibət necə bir adam idi ümumiyyətlə? Görməmişəm. Mən o kişi xeylağı, mən arvad xeylağı. Mən nə bilirəm o nə. Son yoldaşını tanıyırdınız? Yox, yoldaşını da tanımırdım. Onlar çoxdan qalırdılar burada? Hə, bizdən də irəli qalırlar. Bizdən də irəli qalır. Deyir biraz yaşlı evladı olub. Hə, bir dənə nədir? 4 toxuyur bilmirəm, 3 toxuyur, yalan deyirəm. Yalan deyirəm. Ancaq tanıyıram, arvadla salamımız da var, yaxşı. Məsələn, bir şey deyim, dəqiqləşdirməyim. Bəs onun ümumiyyətlə nə üstündə hadisəni törətdiyi? Bilmirəm, mən çətdə toyda idim. Mən dünən axşam gəlmişəm, gəldim gördüm ki, cemaat yığılıb bura nə da dedilər. Orada eşitdim. Mən çətdən toydan gəlmişəm. Mən heç bilmirəm. Adamı inanmağı gəlmirdi. Mən inanmağım gəlmədi. Səhər tezdən şəxsən eşidəndə dedim, ola bilməz. Dedi, yox, axşam millət tökülmüşdü ora. Qətl hadisəsi dedim, ha. Heç inanmağım gəlmir. Hadisəni törədəndən sonra da hətta özünə də belə canına qıyıb. Yəni onu da eşitmisən də yəqin. Ha. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Nizami Rəsulov, Fərəd Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.